teatr şəhərdə yaranıb. Şəhər mədəniyyətinin faktorudur. Şəhərdə sivilizasiya amilidir. Yəni, burada demografiya problemi var və s. və ilə axır. Burada teatr dövlət problemi var, teatr cəmiyyət problemi var. Çünki tamaşaçı özü də sosial faktordur. Yəni, cəmiyyəti təmsilçisidir. Teatra ölüm yoxdur. Teatrı, necə deyərlər, ölməli olsaydı, biz onu bugün şahidi olmazdıq. Mədəniyyət olmadan, insanın estetik zövqü inkişaf eləmədən, onu formalaşdırmadan, insanlarda estetik zövq yaratmadan, o insan insanlıqdan çıxar. Salam əziz izləyicilər, Bizimkilər proqramında xoş gördük. Qonağımız tanınmış teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası, Memarlıq və İncəsənət İnstitutu, Teatr, Kino və Televiziya şöbəsinin müdiri Vidadi Qafarovdur. İnanıram ki, söhbətimiz maraqlı olacaq, bizimlə qalın. Salam Vidadi müəllim. Salam aleyküm. Xoş gördük. Xoş gəlmişsiniz. Xoş gününüzə gələk. Bugün biz Azərbaycan sənətşünaslığının istəyərdim ki, bir problemlərinə, ümumi mənzərəsinə toxunaq. Siz uzun illərdir Memarlıq və İncəsənət İnstitutu, Teatr, Kino və Televiziya şöbəsində çalışırsınız. Əvvəl elmişçi kimi çalışmışsınız və son 8 ildə həmin şöbənin müdirisiniz. Yanılmıramsa, sadəcə 5-ci o şöbə müdirisiniz. İnstitutun, Elmlər Akademiyası təsis olunandan, ilk təsis olunan institutlardan da biri bizim Memarlıq və İncəsənət İnstitutu və əvvəlindən yaranışından da o mövcud olan şöbələrdən biri. Əvvəl adlanıb musiqi və teatr, ondan sonra 80-ci illərdən indiki adı ilə mövcuddur. Və institutun ilk direktoru rəhmətli Üzeyir bəy olub, 3 il, 45-ci ildə akademiya təsis olunub, o cümlədən bizim bu institut. Və Üzeyir bəy rəhmətə gedənəcən, gedən müddətə qədər 3 il rəhbərlik edib institutda, ondan sonra Mikail Hüseynov və uzun illər. Uzun illər, 87-ci ilə kimi səhvlənirəmsə. Sonra rəhmətli Şamil Fəthullayev 2 il, sonra Kərim Kərimov, rəhmətli, sonra Rasim Əfəndiyev. Hazırda da Ərtəkin Salamzadə artıq 11-ci ildən bu günə kimi artıq 10 ildən çoxdur. Siz də 1990-cı illərin ortasından institutda çalışırsınız. 94-cü ildə əyani aspiranturaya qəbul olmuşam. Həmin vaxtdan institutdayım. Yəni ki, 94-cü ildən əyani aspirantura, sonra 97-ci ildən artıq kiçik elmişçi, 99-cu ildən elmişçi, daha sonra böyük elmişçi və artıq 8 ildir şöbə müdiri kimi
çalışırıq. Bizim bu şöbənin əsas fəaliyyəti 77 illik tarixdə əsas nailiyyətləri nələr olub? Bir qısaca bu barədə danışardıq. Ondan sonra hazırki o cari görülən işlərdən bəhs edəyək. Yaxşı sualdır. Yəni biz belə balaca bir ekskurs eləməli olacağıq. Sözsüz ki, Azərbaycan siz qeyd elədiniz, yəni 45-ci ildə yaranan institutlardan biridir və ilk şöbələrdən biri olub bizim teatr kino şöbəsi. Əvvəl teatr musiqi, musiqi və teatr daha doğrusu belə adlanıb, sonra teatr və kino şöbəsi adlanıb 59-cu ildə teatr və kino şöbəsi adlanıb. 59-cu ilə kimi Qubad Qasımov olub şöbə müdürü. Rəhmətli. Üzeyir bəyin qohumu. Üzeyir bəyin qohumu və Üzeyir Şünas o olub və şöbəyə işləyib. Deməli, 59-cu ildə Cəfər Cəfərov şöbə müdürü təyin olunub və 74-cü ilə kimi həmin şöbədə fəaliyyət göstərir. Rəhmətə gedən müddətə. Rəhmətə gedənə qədər o şöbəyə rəhbərlik edir. Bundan yanaşı, deməli, Cəfər Cəfərov Azərbaycan bilirik ki, Azərbaycanda peşəkar teatrşünaslığın əsasını qoyur. Peşəkar teatrşünaslığın o elmi istiqamətlərin, estetik istiqamətlərin nəzəri, poetika istiqamətlərini müəyyənləşdirir. Və onun deməli 59-cu ildə çap olunan Azərbaycan dram teatrı kitabı çox belə konseptual bir kitabdır bu mənada və Azərbaycan teatrşünaslığının ilk fundamental əsəri biz onu saya bilərik bu mənada. Və ondan sonraki 74-cü il çap olunan kitabı da həmçinin. Bu teatrın, Peşəkar teatrın 100 illiyində də buraxılan kitab. Peşəkar teatrın 100 illiyində buraxılmış kitab, o Azərbaycan teatrı adlanan həmin kitab. O onun ölümündən sonra çap olunub və onun elmi redaktoru deməli Yaşar Qarayev rəhmətli olub və onun sonuncu fəslini də o redaktə eləyib. Rəhmətli Yaşar müəllim redaktə eləmişdi və o da fundamental bir əsərdir, bilirsiniz. Yəni Cəfər Cəfərovun əsərləri bundan ibarət deyil, həm bu fundamental mənasında, həm də o ümumiyyətlə şöbənin istiqamətini dəyişir. Şöbədə yeni elmi kadrlar yetişdirir. İnqilab Kərimov, Ədilə Əliyeva, Ədilə İsmailova, Aliyə Təhmasib, Ada Səfərova və s. Yəni ki, belə teatrşünaslar yetişdirilir və onların hər birinin də yəni fundamental əsərləri var ki, bu da Azərbaycan teatrşünaslığını zənginləşdirir. Yəni Azərbaycan xarici dramaturgiya Azərbaycan səhnəsində, tutaq ki, deməli İngilis dramaturgiyası Azərbaycan səhnəsində, Şekspir Azərbaycan səhnəsində, Rus dramaturgiyası Azərbaycan səhnəsində, ayrı-ayrı teatrlarla bağlı deməli monoqrafiyalar, ayrı-ayrı rejissorlarla bağlı, aktyorlarla bağlı monoqrafiyalar çap olunub. Yəni həmin dövrdə. O ilkin dövrdə ən çox Azərbaycan teatrının tarixi öyrənilib. Həm deməli faktoloji mənada öyrənilib, həm də yəni ki tarixin özü, teatrların tarixi, həm də aktyorların, rejissorların, yəni o bioqrafik deməli monoqrafiyalar çap olunub onlar haqqında. Bu istiqamətdə çox böyük işlər görülür. Və ən əsas, mən həmişə onu qeyd edirəm ki, ən əsas kadrlar yetişdirilir. Və həmin o kadrlar nəticəsində sonradan həm deməli elmi kadrlar yetişdirilir, həm universitetdə, yəni Cəfər Cəfərov, İnqilab Kərimov, Adilə İsmailova və s. Sonra Mahmud Allahverdiyev, rəhmətli, bəli, onlar da artıq daha sonra yəni İlham Rəhimli, Məryəm Əlizadə, İsrafil İsrafilov, Aydın Talıbzadə, Novruz Təhməzov, rəhmətli. Yəni bu belə görkəmli teatrşünaslar yetişib və hər birini Azərbaycan teatrşünaslığına böyük töhfələr verir.
və 70-ci illərdən başlayaraq artıq Azərbaycan teatrşünaslığında 70-ci illərin sonundan başlayaraq artıq Azərbaycan teatrşünaslığında tarixi araşdırmalar nisbətən nəzəri araşdırmalara yəni istiqamət alır və bu istiqamətdə araşdırmalar aparılır. Bilirsiniz ki, həmin dövrdə Azərbaycanda deməli müdafiə teatr üzrə sənətşünaslıq üzrə müdafiə şurası olmadığından bizim alimlərimiz Rusiyada, Gürcüstanda, Orta Asiyada, Orta Asiyada və başqa ölkələrdə, yəni MDB məkanında başqa ölkələrdə müdafiə edirdilər elmi işlərini və bu müəyyən çətinliklər yaradırdı, bu işi uzadırdı, bizim elmi kadrların yetişməsinin qarşısını alırdı və s. və ilə axır. Amma buna baxmayaraq bizim həmin dövrdə bəzi deməli teatrşünaslarımız ilkin o dövrdə namizədlik dissertasiyasını filologiya üzrə müdafiə edirdilər. Amma daha çox dramaturgiya ilə bağlı götürürdülər ki, teatra yaxın olsun. Yəni bu istiqamətdə işləyirdilər. Amma daha sonra müstəqillik qazanandan sonra artıq özümüzün, həm də o dövrdə artıq deməli İnqilab Kərimov və İnqilab Kərimov 89-cu ildə, Mahmud Allahverdiyev 91-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə elədilər. Artıq 2 elmlər doktoru olduğuna görə deməli elmi şuralar, müdafiə şuraları yaradılmaq səlahiyyəti qazanıldı və yaradıldı da və müdafiələr başlandı ondan sonra. Amma yenə də bəzi bizim Aydın Talıbzadə Moskvada müdafiə elədi, deməli Novruz Təhməzov Daşkənddə müdafiə elədi, Nərminə Ağayeva Daşkənddə müdafiə eləyib və s. Yəni ki, belə müdafiələr olub. İlham Qazzadənin ilk müdafiəsi Tiflisdə baş tutub və s. Yəni belə müxtəlif müdafiələr olub. Bununla yanaşı, yəni müstəqillik dövründə artıq deməli bizim görkəmli teatrşünaslarımız həmin o ənənəni davam elətdirdilər. Həmin dövrdə İnqilab Kərimov sağ idi, Mahmud Allahverdiyev sağ idi. Onların dəstəyi ilə, köməyi ilə sonra universitetin təhsil sistemi bura aid eləmək lazımdır. Bura sözsüz ki, onların da xidmətləri var idi. Deməli, bayaq adlarını çəkdiyimiz İlham Rəhimli, Məryəm Əlizadə, İsrafil İsrafilov, Aydın Talıbzadə, bunlar öz elmi tədqiqatları ilə yanaşı, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olurdular və həmin onların yetişdirdiyi tələbələr də həmçinin deməli, yeni teatrşünas nəsillərin meydana gəlməsinə səbəb olurdu və yeni tədqiqat əsərlərinin yaranmasına həmçinin. Beləcə teatrşünaslıq gəlib bucuna çıxıb və 2011-ci ildə biz Kaspı qəzetində əvvəl laboratoriya, teatrşünaslıq laboratoriyası təşkil elədik. Akademik Milli Dram Teatrının nəzdində, yəni orada biz sadəcə məkan olaraq fəaliyyət göstərirdik. Sağ olsun İsrafil müəllim də o vaxt direktor idi, deməli bizim dəstəklədik təşəbbüsümüzü və orada gənc, mənim rəhbərliyimlə gənc teatrşünaslar laboratoriyası fəaliyyət göstərirdi. Sonra o laboratoriyanın bazasında biz Kaspı qəzetində deməli teatr əlavəsi açdıq. Və həmin o gənc teatrşünaslar laboratoriyasının artıq yetişməkdə olan üzvləri həmin qəzetdə çap olunmağa başladılar. Və 18-ci ildən eyni zamanda Teatro Az saytı yarandı. Biz onu yaratdıq və Elçin Cəfərovla
bir yerdə və həmin o sayt da bu günə kimi 18-ci ildən bu günə kimi Artıq 4 il. 4 ildə artıq fəaliyyət göstərir və o da yeni teatrşünasların yetişməsində həm o qəzet, yəni teatr əlavəsi, təsbiq edildiyi teatr əlavəsi, həm də bu gün də o sayt. Artıq orada da tələbələr çap olunurlar, dərc olunurlar, yəni saytda da, orada da, qəzetdə də çap olunurlar. O belə gəlib bu günə çıxıb teatrşünaslığımız. Bu qədər. Bu şöbənin maraqlıdır ki, həmişə əsasən demək olar rəhmətli Cəfər Cəfərovun dövründən teatrşünaslıq istiqaməti daha güclü inkişaf edib. Bəlkə də elə adının əvvəlindəki birinci teatrdır deyin, yəni mahiyyətcə də elə ona kökləniblər. Və bütün şöbə müdürləri hamısı teatrşünaslar olub. Yəni Cəfər müəllimdən üzü bəri, bu 63 illik tarixdir. Və maraqlıdır ki, 70-80-ci illərdə xüsusən deyək də, o teatrşünaslığın təşəkkül dövrü deyək. Hətta 60-cı illərdən sayaq. Çünki Mehdi müəllim də artıq o dövrdə teatrşünaslığa böyük töhfələr verdi. Azər dramaturgiyasının həm yazdığı o doktor müdafiə işi ilə, dissertasiyası ilə, həm də ki, ümumiyyətlə bir dəyərli o kitabları ilə. Onda teatrşünasın sözünün bir kəsəri var idi. Bugün amma razılaşaq ki, sanki elə bir teatrşünas sözünün o kəsəri yoxdur. Bilmirəm, bu bəlkə də biraz mübahisəli olacaq, bu fikir. Amma bəlkə də burada indi o zamanın, şəraitin də təsiri var idi. Çünki o dövrdə bir teatrşünasın yazısı ilə, bir fikri ilə tamaşa ciddi şəkildə müzakirə qoyulurdu. Hətta bu məsələ Mədəniyyət Nazirliyinin kollegiyasına qədər qalxırdı. Yaxud hətta elə teatrşünasın yazısı ilə məsələ lap mərkəzi komitəyə qədər səslənirdi. Amma bugün mən məsəl üçün təsəvvür edə bilmirəm ki, yəni içimiz qarışıq teatrşünas sözü ilə nəsə belə bir, necə deyim? Tam haqlısınız, Sayın müəllim. Deməli, tam haqlısınız. Yəni belə bir hadisə baş versin. Hə, yəni burada məsələ biraz belə qəribə, paradoksal bir vəziyyətdir. Bəlkə də məntiqlidir. Söhbət ondan gedir ki, Sovet dövründə inzibati amirlik sistemi idi. Yəni bunu biz qeyd eləməliyik ki, inzibati amirlik sistemi idi bütün sahələrdə, bütün istiqamətlərdə. Həmçində elmdə, mədəniyyətdə hər şey konkret planlaşma üzrə gedirdi. Senzura məsələləri güclü idi və s. və ilə. Bu mənada həm də mətbu orqanlar az idi. 5-6 mətbu orqan var idi ki, hamısı dövlət İnsarında idi. Dövlət insarında, dövlət qəzetləri, dövlət jurnalları, yəni qeyri-dövlət sektoru belə bir şey, televiziyası və radiosu var idi. Qeyri-dövlət sektoru deyilən bir şey yox idi. Hər şey dövlətə məxsus idi. Yəni dövlət də xalqa məxsus idi, Sovetin prinsipi ilə. Belə idi. Ona görə də, yəni deyirəm, hamı bir nəfər üçün, bir nəfər hamı üçün prinsipi işləyirdi. Ona görə də bir nəfər yazanda onu hamı oxuyurdu. Bir nəfərin bir məqaləsi çıxan kimi hamı onu tanıyırdı ki, filankəsin məqaləsi çıxan. O dövrdə sözünü bağlan kəsim, ixtisaslaşmış qəzet ədəbiyyat və incəsənət qəzeti idi. Bəli. İxtisaslaşmış jurnal 69-dan çıxmağa başlayan Qobustan jurnalı idi. Anar müəllim buraxmağa başlamışdı o jurnal. Bakı qəzeti aktiv... Bakıda yazırdı, Azərbaycan gəncləri də yazırdı. Mədəniyyət şöbəsi aktiv... Kommunist qəzeti də o dövrdə rəhmətli Əfqan Əskərov, ondan sonra İlham müəllimin gəlişi ilə çox... Amma onların içində ən aktiv, yəni mədəniyyət şöbəsi olan qəzet Bakı Axşam qəzeti idi. Həm gündəlik idi, həm də ki, onların mədəniyyət şöbəsi çox aktiv... Uzun illər orada Fazil Rəhmanzadə çalışırdı. Fazil Rəhmanzadə, sonra Mənsur Mənsurzadə, rəhmətli. Mən onun vaxtında, Ağadın müəllimin vaxtında orada praktikada olmuşam. Yəni ki, tələbə vaxtı praktikada olmuşam 45 gün ərzində və 45 gün ərzində hər həftə bir məqaləm çap olundu həmin dövrdə. O da tələbə üçün böyük bir göstərici idi o dövrdə. 80-ci illərin ikinci yarısında. Belə.
Yəni onu demək istəyirəm ki, bir yazı çıxan kimi hamı artıq səni tanıyırdı. Çünki hamı qəzet jurnal oxuyurdu. Bütün əhali qəzet jurnal oxuyurdu. Yəni bu mənada bir yazını demək olar bütün ölkə oxuyurdu. Bir yazı çap olunurdusa, ona bütün ölkə artıq həmin problemdən xəbərdar idi. O yaxşılığından da, pisliyindən də xəbərdar idi. İndi isə deyir o heç kəsin kitabını oxumur söhbəti. Yəni həddən artıq indi kağız mətbuatı demək olar ki, iflasa uğrayır. Demək olar ki, təəssüf ki, o mədəniyyət artıq aradan çıxmaqdadır. Saytlardır indi. Saytlar da ki, bayaq dedim biz, yeganə teatr saytı, yəni bizim yaratdığımız teatr az saytıdır. İndi az çox o oxunur. Digər saytlar da, yəni mədəniyyətlə bağlı, teatrla bağlı yazılar verirlər. Amma heç kəs heç nəyi oxumur və burada məsələnin bir dənə deməli tərəfi var. Həmin dövrdə, Sovet dövründə, həmin Sovet dövründə sizin dediyiniz məsələ teatrdan ya teatrşünaslar yazırdılar, ya da ki filoloqlar yazırdılar. Yəni bu iki tarixçilərə demək olar ki, rast gəlməzdin ki, teatrdan yazsınlar. Olurdu, hansısa qəzet sorğu aparır filan. Yəni o vaxtda Məsələn, o vaxt yadınızdadır, sözü bala kəsim yenə Əkbər Ağayev yazırdı, Cəlal Məmmədov yazırdı. Bunlar əslində ədəbiyyat adamları idi. Xalid Əlimizdə, Ulu Xəlilov, Şahin Səfərov çox ixtisaslaşmışdılar. Elə rəhmətli Yaşar müəllimin özünün çox samballı yazıları var. Yox, Yaşar müəllimi biz artıq teatrşünas saya bilərik az qala. Yəni ki, çünki o doğrudan teatrı ilk olaraq dram nəzəriyyəsini çox yaxşı bilir. Sonra da tənqidi ilə çünki məşğul. onun faciə və qəhrəman səviyyəsində samballı, onun baxmayaraq ki, onun namizədliyi işidir. Amma indiki doktorluq işlərindən daha samballı bir işdir. Doğrudan Azərbaycan elmində ən samballı əsərlərdən biridir faciə və qəhrəman əsəri. O həm tək ədəbiyyatşünaslığa deyil, eyni zamanda teatrşünaslığa, sənətşünaslığa bir böyük töhfə idi, yəni həmin əsər. İndi də mən də universitetdə bilirsiniz dərs deyirəm, tələbələrə ən ilkin oxutduğumuz ədəbiyyatlardan biri həmin əsərdir. Yəni ki, faciə və qəhrəman. Çünki teatrşünaslıq faciə ilə başlayır. Ümumiyyətlə, teatrın tarixçi faciə ilə başlayır. Ona görə biz də tədris prosesi də faciənin öyrənilməsi ilə başlayır. Belə. Demək istədiyim odur ki, həmin dövrdə ya əsasən teatrşünaslar yazırdılar, ya da ki, teatrı az çox bilən, dramaturgiyadan xəbərdar olan ədəbiyyat adamları, filoloqlar yazır. Bu da sözə sambal verirdi. Şübhəsiz. Fikrə sambal verirdi. Yəni sözün həqiqiliyinə inamı yaradırdı oxucuda. İndi mədəniyyət yazarı deyilən bir şey yaranıb, söz, ifadə yaranıb. Nə bilim, bilmirsən ixtisası nədir? Ümumiyyətlə təhsili var, yoxdur. Ali təhsili var, yoxdur. Kim hardan, heç nədən yazmağı bacarmır, gəlir mədəniyyətdən yazır. Çünki ya, necə deyir, kinoya baxan elə bilir, hamısı kinodan xəbər, kinonu bilir. Teatra baxan hamısı elə bilir, teatrı bilir. Yəni, teatr sözü ilə tamaşa sözünü ayıra bilmirlər ki, nədir, nə deyil. Kino sözü ilə film sözünü ayıra bilmirlər. Yəni, amma bunlar hamısı kinodan yazır, filmdən yazır, tamaşadan yazır, teatrdan yazır. Yəni, aktyor sənətin, axı bunları bilmək lazımdır. Yəni, son dövrdə, məsələn, bizim məqsədlərdən biri o teatr əlavəsini yaradanda və teatr az saytını yaradanda mən orada biraz şeydən, bəlkə təvəzzükardan kənar olacaq. Yəni, mütləq ifadələri aşağıda yazılmış teatrşünas. Çünki orada yalnız teatrşünaslar çap olunurdu. Teatr əlavəsində yalnız teatrşünaslar çap olunurdu. Kənar adamları və yazıları qəbul olunmurdu. Yalnız teatrşünaslar altında imza. Tələbə isə yazılırdı tələbə teatrşünas. Yəni teatrşünas sözü mütləq. Həm o teatrşünas sözün cəmiyyətə yenidən bir tanıtma mənasında, həm də ki bir məsuliyyət də məsuliyyət yaradır. Onu demək istəyirdim ki, yəni məsuliyyət yaradır. Deməli, həm yazanda,
həm oxuyanda, Elə deyəcəkdim. oxuyan da bilir ki, bu teatrşünas yazısı oxuyur. Yəni, hansısa mədəniyyət yazarının yazısı deyil. Oxucuya da o ismarışı verir ki. Bəli, iki başlı, yəni bir ismarış var. O məqsədi daşıyır. Bu siyasət teatr saytında da həyata keçirilir. Yəni ki, onun da deməli redaksiya heyəti, müxbirlər, hamısı teatrşünaslardan ibarətdir. Yəni ki, düzdür, ara sıra bizim o deməyək ki, mədəniyyət yazarlarımızın içində də var. Yəni qələmi, teatrı bilən, hiss eləyən, duyan bizim jurnalistlərimiz, mədəniyyət yazarlarımız var. Onların da yazılarına yer veririk ara sıra. Amma ki, sözsüz əsas yük teatrşünasların üzərində. Və belə. Sizin o keçmiş dillə isə namizədlik müdafiəniz Azərbaycan teatrının janr xüsusiyyətləri, təşəkkül dövrü çox əhəmiyyətli bir, gərəkli bir mövzudur. Amma doktorluq işiniz 20-ci əsr Azərbaycan teatrının sosiologiyasıdır. Bu da çox maraqlı məsələdir. Özdə demək olar, bizdə Azərbaycan teatrının sosiologiyası indiyəcən işlənməyib, öyrənilməyib, araşdırılmayıb. Bu baxımdan ara sıra məqalələr olub, amma ki, yəni müəyyən cəhdlər belə deyil, olub, amma ardıcıl şəkildə bu işlənməyib. Və mən bunu niyə xüsusi qeyd edirəm? Çünki bizim bugün Azərbaycan teatrının mən elə gəlir, təbliğində, daha çox xalqla bağlanmağında bu sosioloji məsələlərin araşdırılmasının, öyrənilməsinin ciddi əhəmiyyəti var. Yəni bu yaxşı işlənməlidir və yəqin ki, o dediyimiz problemin həllinə də köməyi də. Siz necə fikirləşirsiniz? Və bundan sonra mən başqa bir qısaca buna cavab verəm, sonda bir başqa sualım da var. Sözsüz haqlısınız. Yəni ümumiyyətlə teatr, yəni sosial fenomendir də, bu məlum həqiqətdir. Deyirik ki, teatr cəmiyyətin mikromodelidir, yəni və s. Sosial fenomendir teatr. Teatr və şəhər fenomenidir. Teatr şəhərdə yaranır. Şəhər mədəniyyətinin faktorudur teatr. Şəhərdə sivilizasiyanın amilidir. Yəni, burada demografiya problemi var və s. və ilə axır. Yəni, təsisatlanmalardan doğur teatr. Ona görə teatr bütün o təsisatlarla bağlıdır. Bütün ictimai institutlarla bağlıdır. Bu mənada teatrın sosiologiyasını öyrənmək, yəni yalnız teatr tamaşaçı problemini öyrənmək demək deyil. Sözsüz sosiologiyanın ən aparıcı istiqamətlərindən biri teatr tamaşaçı problemidir. Amma yalnız o deyil. Yalnız o deyil. Burada teatr dövlət problemi var. Məsəl üçün, teatr dövlət problemi var. Teatr cəmiyyət problemi var. Teatr onun burada həm deməli elm tərəfi var. Teatr və yəni o nəzər estetik məsələləri ilə bağlıdır. Bəli, o tərəfi var. Və s. Yəni ki, çoxlu istiqamətlər var ki, həm bunlar öyrənilməlidir, həm də ki, yəni o istiqamətlərə fikir verilməlidir. Yəni bu mənada. Yəni sözsüz ki, bayaq qeyd elədik, aparıcı istiqamətlərdən biri tamaşaçıdır. Tamaşaçı problemidir. Amma və tamaşaçı problemi niyə aparıcıdır? Çünki tamaşaçı özü də sosial faktordur. Yəni cəmiyyəti təmsilçisidir. Biz orada onun aynasını, yəni teatrın aynasını, repertuar deyirik, teatrın aynasıdır. Repertuar siyasəti. Bu da yəni sosioloji məsələdir. Burada repertuar hardan hara gəlir, hardan hara gedir, hansı mövzular, hansı janrlar daha çox teatrı cəlb eləyir, yaxud cəmiyyəti cəlb eləyir. Teatr hansı mövzularla, hansı janrlarla, hansı ismarcıları vermək istəyir cəmiyyətə. Yəni, bu məsələlər, yəni çoxlu faktorlar var ki, bunlar sözsüz öyrənilməlidir və teatr bu istiqamətdə yəni öz işin qurmalıdır. Mən sonda bir şey, məsələn xüsusi üstündə dayanmaq istəyirəm. Son zamanlar fikir verirsinizsə,
bu cəmiyyətin inkişafı ilə, elmi-texniki nailiyyətlərin inkişafı ilə həmahəng gəlmir deyə sanki deyirlər teatr bir növ ölüb, yaxud ölmək üzrədir, teatr sənəti. Mən həmişə bu sözə gülürəm, çünki deyirəm, nə qədər insan cəmiyyəti var və nə qədər insanın canında o artistik meyli var hər bir adamın. O mimikasından istifadə edir. Deməli, bu teatra qulluq eləmiş olur. Belə biraz bəlkə də bir obrazda deyirik. Amma həm də bu sözdə bir həqiqət var ki, teatr bizim, necə deyirlər, bütün həyatımız bir. Sanki elə bir teatr tamaşasıdır da, adi bir adamın həyatıdır. Bu baxımdan mən təsəvvür edə bilmirəm ki, teatr bir sənət olaraq necə ola bilər, necə məhvə məhkumdur? Əslində, sözsüz ki, tam razıyam sizdən. Əslində, teatr belə baxanda ilk təşkilatlanmış sənət növüdür. Və teatr... Eramızdan əvvəldən? Bəli, eramızdan 534-cü ildə, eramızdan əvvəl ilk, yəni o vaxtdan Fespid... Qədim Yunanistanda. Qədim Yunanistanda Fespid ilk aktyor, dramaturg, onun tamaşasından hesablanır bugünə. Eramızdan əvvəl 534-cü ildə. 2500 ildən artıq bir dövr ərzində. Və bu dövr ərzində görün, siz demişkən, nə qədər elm, texnika inkişaf edib, insanın nə qədər dəblər dəyişib, neçə ictimai formasiyadan keçib gəlir insan, formasiyadan keçib gəlib dövrə. Amma mən bir yazımda da qeyd eləmişdim, yəni bu mollaların dəyənəyindən keçib, inkvizisiyanın dar ağaclarından, tonqallarından keçib, orta əsrlər teatrı dini teatr adlanır. Dini teatr dövrü adlanır əsasən. Yəni o dövrdən keçib gəlir. Amma görün, bu qədər keşməkeşlərdən keçib, sınaqlardan keçib və gəlib bugünə çıxıb. Buna teatra ölüm yoxdur. Teatrı, necə deyirlər, ölməli olsaydı, artıq o, yəni biz onu bugün şahidi olmazdıq. Teatr, mən düzgün qeyd elədiniz ki, yəni insan nə qədər var, o qədər teatr yaşayacaq. Yəni ki, sözsüz, indi müasir cəmiyyətdə, biz müasir informasiya cəmiyyətində yaşayırıq, qlobal dünyada yaşayırıq və bu informasiya cəmiyyətində informasiyanın ani yayılması, tirajlanması insanların o beynini çox məşğul edir. İnsanların o yaddaş qismini çox tutur, yəni həddən artıq, yəni yer tutur orada. Bütün bunlar insanın bədii zövqünü, bədii qidalanmasını biraz qarşısını alır. Alır, razıyam. Bədii qidalanmasının qarşısını alır. Amma mədəniyyət olmadan, insanın estetik zövqü inkişaf eləmədən, onu formalaşdırmadan, insanlarda estetik zövq yaratmadan, o insan insanlıqdan çıxar. İnsan elə bütün bu zövqləri ilə insandır. Bütün o estetik zövqləri ilə, estetika bilirsiniz də, gözəllik elmləri haqqında qanunlar elmidir. Yəni ki, gözəllik haqqında. Kateqoriyalar var. Hamısı ülvilik, gözəllik, çirkinlik, eybəcərlik, komiklik, faciəvilik. Bunlar hamı insani xüsusiyyətlərdir. İnsan bu xüsusiyyətləri itirsə, nə baş verər? İnsanlıqdan çıxar. İnsanlıqdan çıxar. Yəni, Heidegger var, filosof, onun texnogen bir texnika fəlsəfəsi var. O, həmin texnika fəlsəfəsinə görə deyir ki, getdikcə texnikanın inkişafı, bayaq dediyi söhbət ki, insanın mahiyyətini, insanı öz mahiyyətindən uzaqlaşdıracaq. Amma bu mümkün olan şey deyil. Yəni, insanın öz mahiyyətindən uzaqlaşması, yəni, biraz qismən uzaqlaşa bilər müvəqqəti. Amma tam mahiyyətindən çıxartmayacaq. Xeyr, mahiyyətindən çıxarda bilməz. Çıxarda da bilməz. Yəni, mən onu demək istəyirəm ki, qismən müvəqqəti
uzaqlaşıla bilər, yəni baş verə bilər o uzaqlaşma. Amma ki, mahiyyətdən insan çıxa bilməz. Yəni, insan mahiyyətdən çıxan günü dünya məhvə məhkumdur. Elə bil ki, dünya orbitindən çıxar. O belə bir hadisə, hal baş verər. Yox, şükür Allaha görürəm, siz də mənim kimi içmiyorsunuz. Yox, mən həmişə içmirəm. Deməli, gələn il inşallah Azərbaycanda dünyəvi teatrın yaranışının 150 illiyidir. Bu əsr yarım müddət az deyil. Dünyanın tarixini götürəndə azdır, amma belə götürəndə Azərbaycan xalqının formalaşması ilə götürəndə heç az müddətdir. Necə görürsünüz Azərbaycan teatrının bu yubileydən sonraki dövrünü? Mən bayaq da dedik, mən nikbinəm həmişə və son dövrlər pandemiyadan sonra teatr prosesində bir canlanma hiss olunur və bax, biz... Ümumiyyətlə, üzr istəyirəm, demək olarmı ki, Azərbaycan teatrı müstəqillikdən bəri yeni məna məzmun kəsb edir, yeni istiqamət, yeni mahiyyət kəsb edir. Çünki indi razılaşaq ki, bizim bu 150 illik teatr dövrünün bir 70 illikdən artıq dövrü düşür, Sovet hökumətinin dövrünə. Özü də ən formalaşma dövrü deyərdim ki, düşür. Çünki 20-ci əsrin əvvəlindən biz hesab edirik Azərbaycan teatrının formalaşmasını. 19-cu əsrin o son 27 ilində o hələ ilkin addımlarını atıb. O xalq teatrından çıxıb dönüb olub, belə deyək, peşəkar teatr. Biz sırf teatral peşə söhbətinə indi gəldik, çıxdıq əslində. Yəni ki, doğrudan belədir, müstəqillik dövründə Azərbaycan teatrı sözsüz ki, tamam fərqli bir görkəm almağa başladı. İlk növbədə, deməli, artıq o yenidən qurmanın son illərindən etibarən bu proses başladı. O azadlıq meyilləri, sərbəstlik, müstəqil teatrlar yaranır. Ən vacibi odur. Alternativ olmayan yerdə inkişaf olmaz. Çünki bu müstəqil meyilləri yaradır. Bəli, söhbətimizin əvvəlində qeyd elədik ki, Sovet dövrü inzibati amirlik dövrüdür. Amma yaxşı tərəfi ilə yanaşı bir qəribə salmalı var idi də. Qəribə və bütün teatrlar dövlət teatrları idi, bütün teatrlar repertuar teatrı idi. Amma müstəqillik dövründə yeni teatrlar, alternativ teatrlar yarandı. Müstəqillik dövründə bizdə Gənclər teatrı kimi teatr yarandı, Yox teatrı kimi fərqli bir teatr yarandı, kamera teatrı yarandı, pantomim teatrı yarandı. Hansı ki, bu teatr növləri Azərbaycanda yox idi. Yəni, pantomim teatrı, Yox teatrı bizim milli köklərə söykənsə də, amma yeni bir estetikadır. İki kukla teatrı yarandı, bir uşaq teatrı yarandı. Ay sağ olun. Yəni, bütün bunlar və bu gün, bu yaxınlarda deməli, müstəqil teatrların festivalı keçirildi. Ölkədə artıq hesablandı 30-a yaxın müstəqil teatr. Mən də iştirak edirdim o tamaşaların bir neçəsinə baxdım, çox maraqlı. Maraqlı yəni, ən az o meyil, canatma maraqlı. Meyil var, müstəqil, azad düşüncə var. Azad düşüncə var. Biz, tutaq ki, ilk dəfə absurd teatrı Gənclər teatrında qoyulub tamaşaya. Qodu həsrətində əsəri Bekketin qoyulub. Orada Əliyar Əliyev tərəfindən qoyulub. Və ondan sonra, yəni o dövrə kimi Azərbaycanda, nə ki Azərbaycanda, ümumiyyətlə Sovet sistemində Bekketin tamaşaya qoyulması qadağan edir. Çünki absurd sözünün başqa adı bizdə cəfəngiyatdır da, yəni. Bir meyil rəhmətlik Hüseyn Ağa Atakiyev Brextin tam əsərin qoymuşdu. Brext qoyulmuşdu. Brext bizdə qəbul olunub, Brext həmişə qəbul olunub. Yəni ki, o epik teatrın bizdə qəbul olunub və qoyulub da tamaşaya. Amma absurd yox. Sonra bizə müstəqillik dövründə nə qədər xarici dramaturgiya nümunələri, əsərlər tərcümə olundu, səhnəyə qoyuldu. Sonra bizim teatrların ayağı açıldı xaricə, festivallara getdik. Sovet dövründə bu təkəmseyrək bir şey var idi. Çox nadir hallarda teatr festivala gedir. O da əsasən o sosialist ölkələrində, Almaniya Demokratik Respublikasında, Polşada, yəni haradakı sosialist ölkələrdə... Moskvada o günlərdə iştirak ediblər, mədəniyyət günlərində. Ondan o yana bizim elə bir
Bir də bir-iki Türkiyəyə səfər olub, ərəb ölkələrinə, hansı ki SSR ilə dost ölkələr var idi. Həmin ölkələrə səfərlər olub. Amma son 30 ildə bu qastrolların coğrafiyası da genişlənib. Azərbaycanda o 9-19-cu illər dövlət proqramı nə qədər natamam icra olunsa da, Azərbaycan teatrının inkişafında mən fikirləşirəm ki, onun da az rolu olmadı. Yəni. Elə o proqram çərçivəsində keçirilən 5 beynəlxalq 5 konfransın özü beynəlxalq də konfrans, 2 deməli uşaq deməli festivalları, kukla tamaşaları festivalı. və Yəni bunlar çox böyük fayda, ümumiyyətlə teatr prosesinə böyük fayda verdi, böyük təsir göstərdi, ciddi təsir göstərdi. Və indi də biraz da pandemiyadan sonra elə bil ki 1-2 il əhali, tamaşaçılar o düşünməyə göndərildi, dincə qoyuldu, necə deyərlər. Amma ondan sonra artıq teatrlar açılandan sonra bir aclıq hissi yarandı. Amma şükür ki, yadırğamadılar. Yox, yadırğamadılar. Yaxşı ki, yəni yadırğamadılar. Payızdan bəri mən görürəm ki, yox, əksinə. Teatrlarda tamaşaçıların sayı artıb, pandemiya qadağaları götürüləndən sonra. Biz o ilk 4.4 festivalı keçirdik, çox belə ajotajla keçdi. %10 tamaşaları onlayn nümayiş olundu. Həmin pandemiyadan təzə çıxılmışdı və onu bilinmirdi nə vaxt deməli açılacaq qapılar, teatrın qapıları o mənada. Ondan sonra 2-3 festival keçirildi. Bayaq qeyd elədiyimiz müstəqil teatrlar festivalı keçirildi. Və bu gün də teatr prosesində teatrlar art premyeraları nümayiş elətdirirlər. Gənc tamaşaçılar teatrı Qağayı əsərini qoydu. Yəni ki, Azərbaycanda ilk dəfə Çexovun Qağayı piyesi kimi mürəkkəb bir əsər səhnəyə qoyuldu. Yəni, bu çox sevindirici haldır, yəni ki, bu proses, teatr prosesinin canlanması. Və bir dənə də vacib cəhəti deyim, yəqin ki, yekunlaşdıraq. Bu da xüsusən son dövrdə gənclərin, yəni teatr prosesinin gəncləşməsi. Bu da çox mühüm. Bu çox vacib və mühüm məsələdir, fikirləşirəm və bu çox, ən çox da nisbini yaradan bax budur. Əlbəttə. Deməli, sənət inşallah ki, yaşayacaq, davam edəcək. Elə belə nisbin notlarla da söhbətimizi bitiririk. Çox sağ olun. İnanırıq ki, inşallah Azərbaycan teatrının uğurlu gələcəyi var. Hələ bundan sonra da biz yeni tamaşalarla sevinəcəyik, maraqlı teatr prosesinin şahid olacağıq da Allah hamıza möhlət versin, bunu görə bilək. Təşəkkür edirəm, var olun, yaşayın, yaradın, inşallah ki, həmişə xoş sorağınız gəlsin. Çox sağ olun, Sayın müəllim, mən də sizə bunlar arzu edirəm. Əziz izləyicilər, belə ilə söhbətimiz sona yetdi. Ümidvaram ki, maraqlı oldu. Verişlərimizə baxmağı, fikir və təkliflərinizi yazmağı, bəyənməyi unutmayın. Sağ olun, Allah amanında.